Şirvan Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul rayonunun Ucqar kənd məktəblərindən biri olan Sabir Gülmaliyev adına 1-ci Udullu kənd tam orta ümumi təhsil məktəbi son illər əldə etdiyi nailiyyətlərlə diqqət çəkir. Hazırda məktəbdə 443 şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 31 nəfərdən ibarət peşəkar müəllim heyəti məşğul olur. Məktəbin kollektivi təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir ki, bu da nəticələrdə öz əksini tapır. Belə ki, məktəb 2015-2016-cı tədris illərində keçirilən ən yaxşı təqdimat müsabiqəsində 3-cü yerə, 2017-ci ildə isə 2-ci yerə layiq görülüb. Xüsusilə qeyd olunmalıdır ki, 1-ci Udullu kənd tam orta məktəbinin qız şagirdləri son 3 il ardıcıl olaraq ən yaxşı təqdimat müsabiqəsinin qalibi olublar. Bu fakt məktəbdə qızların təhsilə cəlb olunması və onların fəallığının artırılması istiqamətində aparılan işlərin uğurla nəticələndiyini göstərir. 2024 və 2025-ci tədris ilində siniflərin buraxılış imtahanlarında da məktəb yüksək nəticələr əldə edib. 2 şagird buraxılış imtahanlarını yüksək göstəricilərlə başa vuraraq fərqlənmə attestatına layiq görülüb. Bununla yanaşı bizim məktəbimizin bir sıra uğurları olmuşdur. Belə ki, 2015-2016-cı illərdə ən yaxşı təqdimat müsabiqəsində məktəbimizin şagirdi 3-cü yerə, 2017-ci ildə isə ən yaxşı təqdimat müsabiqəsində 2-ci yerə layiq görülmüşdür. Ümumilikdə məktəbimizin göstəriciləri müsbət istiqamətdə irəliləyir. Biz də əlimizdən gələni əsirgəmədən çalışırıq ki, məktəbimizin nəticələri daha da yüksəlsin. Qeyd etmək istəyirəm ki, bayaq qeyd etdiyim kimi 9-cu sinifdə fərqlənmə attestatı alan hər iki şagirdimiz qız, eyni zamanda ali təhsil müəssisələrinə qəbul olan şagirdlərimizin 50%-i qız şagirdlərimizdir ki, bunlar yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunmuşlar. Ən yaxşı təqdimat müsabiqəsində də iştirak edən şagirdlərimiz qız şagirdlərimiz olub. Bizim kadr potensialımız da kifayət qədər yüksək savadlı və yüksək ixtisaslı müəllimlərimiz var. Bunun bariz nümunəsidir ki, 2024-25-ci il sertifikasiya imtahanlarında 58, 55, 52 bal toplayıb bizim müəllimlərimiz. Hətta müəllimlərimiz Bakı şəhərindən digər şəhər və rayonlardan məktəbimizə üst tutaraq burada işləməyə, burada öz bilik və bacarıqlarını şagirdlərə ötürməyə səy göstərirlər. 1-ci Udullu məktəbində Respublikanın müxtəlif bölgələrindən olan müəllim və müəllimələr çalışırlar. Onlardan biri də müsahibimiz biologiya müəllimi Muxtarova Aytacdır. O artıq 4 ilə yaxındır ki, Bakı şəhərindən Hacıqabul rayonuna gələrək 1-ci Udullu kənd tam orta məktəbində biologiya fənnini tədris edir. Müəllimin sözlərinə görə məktəbdə yaradılan sağlam tədris mühiti və şagirdlərin elmə marağı onu bu bölgədə çalışmağa həvəsləndirib. Demək olar ki, 4 ilə yaxın müddətdir Bakı şəhərindən 1-ci Udullu kənd tam orta məktəbinə gedib gəlirəm. 300-ə yaxın kilometr qət edirəm. Burada bu məktəbdə bir neçə nailiyyətlərim olub. Sonuncu dəfə sertifikasiya imtahanında iştirak edib 58 bal toplamışam. Eyni zamanda məktəbdə bir neçə uğurlarımız olub. Şagirdlərimizdən bir neçəsi Respublika fənn müsabiqələrinin final mərhələsinə qədər yüksəlib. Düşünürəm ki, Ucqar kənddə yaşayan şagirdlərin də yüksək səviyyədə təhsil alma hüququ var. Buna görə də bu qədər uzaq məsafədən yol qət edərək bu kəndə gəlirik və şagirdlərə sevə-sevə təbii ki, təhsil veririk. Eyni zamanda kəndin insanları, şagirdləri çox mehriban, çox səmimi insanlardılar. Buna görə də uzun müddətdir ki, bu kənddə işləyirəm, bu məktəbdə fəaliyyətlə məşğulam. Kollektivimiz çox mehriban, çox gözəl kollektivdir. Bu baxımdandır ki, bu məktəbdən uzaqlaşa bilmirəm, həm də şagirdlərimə çox bağlıyam təbii ki. 1-ci Udullu kənd tam orta ümumi təhsil məktəbinin qazandığı bu uğurlar göstərir ki, Ucqar kənd məktəbləri də düzgün yanaşma, fədakar müəllim əməyi və məqsədyönlü idarəetmə nəticəsində yüksək nəticələr əldə edə bilər.